Sizden xanım sağ olun, hoş geldiniz. Necəsiz? Praktikanızı bitirdiniz. Siz tibb üniversitesi tələbəsiniz, değil mi? Neçənci kurs? Tamam, gələni bitirirsiniz. Rezidentura düşünürsünüz? Bakı yoksa başka alsa, necəsin başka? Başka düşünürəm, yəni hələ ki Azərbaycanda, sonra da inşallah. İnşallah. Ginekolog şöbəsini seçmişsiniz. Eyni şöbənin rezidenturasını fikirləşirsiniz, dəyişik. Kömək elədi praktika ümumiyyətlə sizin seçiminizdə. Xəstə çox gördünüz. Xəstəxanamı da ki, bəyəndiniz. Şahid işlədim sizdən orada gördüm. Sertifikatınız gəlir. Bütün tələbələr deyirəm sizə, bu QR kodu sənəddir. Bu QR kodu oxutduğunuz vaxtı Türkiyənin e-devlətində sizin sertifikatınızın əslə çıxır. Yəni, xeyirli olsun. Bu sizin əminəm ki, ümidvaram ki, karyeranızda rol oynayacaq, CV'nizdə rol oynayacaq. Çünki istənilən, hətta belə sertifikatları toplayıb, məsələn, başqa Avropa ölkələrində rezidentura oxusaz belə, bu sizə kömək edəcək. Yəni, təkcə bu sertifikat demirəm, başqa, yəni, bunun kimi sertifikatlar. Elə tələbələrimiz olur çünki. Təbrik edirəm sizi, karyeranızda uğurlar arzulayıram. Nə zaman bizim xidmətimizdən yararlanmaq istəsəniz, heç düşünməyin, biz hər zaman sizin yanınızdayıq, sizə dəstək. Necə deyirik, həmişə dediyimiz kimi hər zaman xidmətinizdəyik. Çox sağ olun. Buyurun.